Salam, əziz və hörmətli izləyicilərimiz, dünyanın hər yerindəsiniz. Sizə can sağlığı və xoş günlər arz edirəm. Bilirsiniz ki, gözəl Azərbaycanımız maddi və mənəvi baxımından çox zəngin bir bölgədir. Bizim mədənlərimiz, verimli zəmilərimiz, təbiətimizin gözəllikləri, jeoekonomik mövqeyiyyətimiz və bütün bunlar bizim maddi zənginliklərimizdir. Amma bundan önemli olan bizim mənəvi zənginliklərimizdir. Bizim atalardan, babalardan qalan dilimiz, rəqsimiz, musiqimiz və demək olar kültürümüz bizim maddi və mənəvi dəyərlərimizdir və biz nə xoşbəxt millətik ki, bunların hamısı bir arada bizdə var. Amma maalesef bu yüksək potansiyelə rağmen bizim millətimiz öz şənində olan durumda yaşamır. Biz bu proqramda çalışacağıq ki, bu məsələnin nədənlərini araşdıraq və danışaq ki, nədən bu qədər zəngin bir bölgədə millət yoxsulluqla üzbəüzdür. İranın və onun opozisyonunun dış politikası və iç politikasının etkisi Güney Azərbaycana nədir və biz nə etməliyik? Buna görə bu proqramda Sayın Doktor Eliyar Türker Makuyi Güney Azərbaycan Milli Oyanış Hərəkatının Genel Başkan Yardımcısı ilə birlikdəyik. Salam, ədəbimi, hörmətimi bildirirəm Sayın Doktor Makuyi. Hoş gördük sizi. Salamlar və saygılar siz dəyərli Sabir bəyə, bizi eşidib və görən, dinləyən soydaşlarımız Güney Azərbaycanlılara, Kuzey Azərbaycanlılara və Türkiyədəki soydaşlarımıza çox sağ olun ki, məni proqramımıza dəvət etdiniz. Əminəm ki, biz birlikdə çalışacağıq ki, az da olmuş olsa, Güney Azərbaycanda yaşayan Türk millətinin dərdlərini, Güney Azərbaycanın coğrafi olaraq durumunu və nə etməliyik, bunların yol yöntəmlərini başardığımız qədər millətimizə aktarmış olaq. Çox sağ olun, buyurun, mən sizi eşidirəm. Sağ olasınız ki, bizim dəvətimizi qəbul buyurdunuz. Bizim dediyim kimi Güney Azərbaycan çox zəngin bir bölgədir. Bizim mədənlərimiz, neft, qaz yataqlarımız, təbiətimizin gözəlliyi, o tarixi, təbii əsərlərimiz, yəni hər nə cür potansiyeli iqtisadi fikrimizdən geçsə, bizim bölgəmizdə var. Və bu çox nadir bir məsələdir ki, tamam bu potansiyellər bir bölgədə bir araya gələ. Siz baxsaz, başqa ölkələrdə bu belə bir şey çox nadir bir məsələdir. Maddi zənginliyimizin da yanında bizim mənəvi zənginliyimiz də var. Bizim rəqsimiz, musiqimiz dünyada belə deyil ki, hər ölkədə siz bunu görəsiniz. Amma buna rağmen biz görürük ki, millətimiz maalesef maddi durumu ələlxüsus yaxşı deyil, təbiətimiz aradan gedir, mədənlərimiz talan olur. Mən istirdim bu məsələnin biraz rişəsinə və kökünə gedək. Şimdi nədən bu potansiyellərə rağmen bizim millətimiz öz şənində olan durumda yaşamır? Sayın Sabir bəy, siz buyurduğunuz kimi Güney Azərbaycan olaraq çox zəngin bir bölgədəyik. Bizim
mədənlərimiz, yəni bir jeopolitik durumumuzda, jeoekonomik durumumuzda çox müthiş, çox gözəl bir durumdur. Əkinçilik üçün, mədənlər üçün çox böyük zənginliyə sahibik. Amma yıllardan bəri bizi, yəni yıllardan bəri dediyimdə son 90 ilə yaxındır, bizim bölgələrin inkişafına, gəlişməsinə müsaidə etməyiblər. Bildiyiniz kimi biz bu günlərimizi, mədənlərimizi özümüz istifadə eləmirik. Sizin dediyiniz kimi bir örnək gətirmək istəyirəm. Məsələ, Əndirqanda qızıl mədənlərimiz, ya Süngündə mis mədənlərimiz, bir amar oxurdum. Əndirqanda bizim 30 milyon tona yaxın qızılımız vardır. Ya Süngündə 1 milyar 600 milyon ton bizim misimiz vardır. Bunları biz istixrac eləmirik ki heç. Başqaları istixrac edib və başqa yerlərə götürürlər. Hətta bu satılan mislərin və ya qızılların xəzinəsi belə bizim Azərbaycanda deyildi. Yəni bunu götürüb başqa bölgələrdə, Fars bölgələrində və İranın mərkəzi bölgələrində xərcləməkdədirlər. Ancaq və ancaq bölgə deyimi ilə baş ağrısı sadəcə bizə qalır və elmi və siyasi dili ilə istimarı bizə qalır. Yəni bizi istimar edirlər. Bizi götürüb hər bir şeyimizi əlimizdən alırlar və dar gündə bizi ac bırakırlar. Zaten normal gündə bizi ac bırakırlar. Onun üçün mən belə düşünürəm ki, biz millətimiz bunları bilməlidir, bilgisi olmalıdır və ancaq bunun nə etməliyik, necə önünə geçməliyik. Çünki sadəcə mədən deyil, bizim doğamız da var, təbiətimiz də var, bizim cəngəllərimiz də var. Elə sadəcə bu misi, süngün mədənini vurub, istimar edib, Fars bölgələrini götürüb, parasını özləri yemək üçün bizim Qaradağ bölgəsində 4 milyona yaxın ağac kəsiblər. Bunun böyük bir təbii zist mühiti bizə zərəri vardır. Yəni tarix bunu bəlkə biz bu günlərimizi çox fazla hiss etmirik. Hiss edirik, çox fazla hiss etmirik. Amma aslında Güney Azərbaycanın bir sonraki nəsillərinə çox böyük xiyanətlər olur. Biz bunu nə etməliyik? Biz həp deyirik ki, bunun qaynağı Tehrandadır. Həp deyirik ki, bunun mənbəyi Tehrandadır. Həp deyirik ki, bunun baisi Tehrandadır. Doğrudur. Bunda bir sorunumuz yoktur. Bunun elə bais, banisi, fikir babası oturup Tehranda bu işi görür. Oturup Şiraz'da bu dəsturu verir. Ama kimin yardımıyla? Kimin yardımıyla? Bizim öz Türklerimizin yardımıyla. İçimizdən asimile olan, bilgisiz olan Türklerin yardımıyla. Cenab-ı Ay Fermandar, Cenab-ı Ay Ustandar, Cenab-ı Ay Müdiri Kolli, Mədən-i Sənəti Ustan ya Şəhristan, Cenab-ı Ay Müdiri Kolli, Muhidizist Ustan veya Şəhristan veya Dehdari. Bunlar hamısı bizdəndir. Bunların hamısı bizdəndir. Biz bunları görsək, ilk öncə bunları uyandırmaq lazım veya bunlara uyarı vermək lazım. Bunun için bu konularda həssas olanlar, biz dahil, biz də həssasıq. Millətimiz için, gələcəyimiz için, vətənimiz için, gələcək nəsillər için biz də həssasıq. Amma bizdən daha çox bu konularda faal olan muhidizist faalları veya iktisadi faallarımız veya siyasi faallarımız o şəhərlərdə, o məntəqələrdə, o bölgələrdə, o ustanlarda bunlara bir etiraz edib məsul-i mərbutənin yaxasını tutmalıdırlar ki, sən niyə bu xiyanət edirsən? Baxın, sizə bir dənə örnək gətirim, sizə bir dənə misal vurum. Bizim bildiyiniz kimi Güney Azərbaycanın bəzi bölgələrində ad gətirmək istəmirəm. Bəlkə 50 milyard boşqaya yaxın nəft zəxirəmiz vardır. Yəni bizim bu cür bir nəft zəxirəmiz var. Amma çox şükür deyim ki, istixrac olmur hələ şimdilik. Yəni ən azından qalıbdır. Quzey Azərbaycan, yəni bugünkü Bakı mərkəzli Quzey Azərbaycanımız bağımsız olmadan öncə
oradakı fəallar tapılan mədənləri fərq eləməz, hər bir mədən ola bilir. Və ya neft quyularını çalışırdılar ki, gizli saxlasınlar. Çalışırdılar ki, Rus hakimiyyəti bundan xəbərdar olmasın. Çalışırdılar ki, icazə verməsinlər, onlar gəlib bunları istimar eləsilər. Amma onlar bildiğinde de mübarize edildiler. Karşısında dururdular. Son millet bunu bilmelidir ki oradan istihrac olan varlıklar, mədənlər, mədəni ürünlər heç biri bizim cibimize getmir ki, heç cibimizden boşalır. Bizim bölgəmizə xərclənmir, bizim türklərə xərclənmir, gələcək nəsillərimizə sərmayəgüzarı olmur. Hamısı gedir mərkəzdəki olan məsulların cibinə və bu təəssüfanə bunun da vasitəsi biraz önce dediyim kimi bizim özümüzdəndir. Biz buna düşünməliyik. Bu qismətdə düşünməliyik. Biz bu qismətdə düşünməliyik ki, biz bu zəncirləri necə kəsək? Bu zəncirləri necə aradan götürək? Biz necə eləyə bilirik ki, bizim bölgə ilə mərkəzin arasındakı bizi istimar edən mərkəzin arasındakı zəncirəni kəsək. Bu bizdə müstəqimdir. Müstəqim bizi bağlayır. Yəni biz oradakı məsullarımıza fəallarımız gelib bir danışmalıdırlar. Ay məsul, sən türksən, sən Azərbaycanlısan, gözün görür ki, bu bizə xiyanətdir. Bunun hər türlüdür, önün kəsməlisən. Qabağını almalısan. Və ya bunun istixracı ilə bu Azərbaycanda xərclənməlidir. Və ya əkinçilik bəhslərində. Sabir bəy, sizin başqa sualınız varsa mən devam edirəm də buradan. Olsun, mən arada sizin sözünüzə qüvvət bu nəftdən siz misal gətirdiniz ki, bizim qaynaqlarımız var və xoşbəxtانه istixrac olmur. Bunu istədim deyəm ki, yəni nədən istixrac olmur bu? Bu da ki, istəmirlər istixrac eləyələr. Çünki əlan bilirsiniz, İran təhrimli nəft sata bilmir. Yəni bunu çıxarsa da həm ona həzinədir, həm ona cəhd depo eləyə, ona görədir ki, çıxartmırlar. Yoxsa bir nədəni... Təsgahları gətirib istixraca qoya bilməyəcəkdir. Böyünlərimizin cünubda istixrac elədiyi nəftlər əskidən qalan sənaye dikir qabağa gedir. Böyün öyle bir sənayeni gətirib Azərbaycanı qurmağa böyün büdcəsi yoxdur belə. Həm büdcəsi yox, həm çıxarsa da sata bilmir. Yəni məsələsi budur. Amma bir məsələ də ki, mənim nəzərimə çox önəmli gəldi. Siz buyurdunuz ki, fərmandarıya, ustandariyə gərək bizim fəallarımız fişar gətirər. Baxın, mən baxıram, görürəm ki, bizim təkcə Muğanda o qədər verimli zəmilərimiz var ki, Güney Azərbaycan heç. Əgər bu son teknolojiləri, yəni o teknoloji ki, məsələn, gelişmiş ölkələr bu əkinçilik sahəsində, Japon, İsrail, Holland, bunlar bu çox teknolojiləri yuxarıdır. Əgər biz buna müşabeh teknolojiləri orada işlətsək, Güney Azərbaycan heç Orta Doğunun bir neçə ölkəsinin qəzasını təmin eləyə bilirik. Muğan təkcə özü Bəhreynin neçə katıdır? Lüksemburg'un 2 katı, bizim zaten o ölkənin 2 katı fəqət Muğanda zəmimiz var. Amma bir məsələ də ki, buradadır. İran buna, madam ki İran var, hala istər Cumhur İslami rejimi olsun, istər başqa bir rejim, bizi istismardan sonra çarəsi yoxdur. Yəni, əgər istismar eləməsə, əgər bizim Muğandakı zəmilərimizi buğda əkməğa məcbur eləməsə, nə cür İranın qəzasını təmin eləyəcək? Cumhur İslamı olmasın, başqa olsun. Yəni, bu fərmandar o birisi gəlsin, durum aynı durum olacaq, mən belə görürəm. Yəni, sizin nəzəriniz istəyirəm. Nədir? Sizin elə bu konuya yaxşı işarə elədiniz. Kişavərzi, əkinçilik konusunda. Diqqət eləyin, böyün gətiriblər bizim, siz buyurduğunuz ki, Muğan olsun, ya Azərbaycanın qərbi, Batı Azərbaycanın yer əkinçiliyi yerləri olsun və ya Azərbaycan şərqi olsun, Ərdəbil, Zəncan, Qəzvin, Həmədanda olan əkinçilik yerlərimiz çox dəyərli torpağa sahibik ki, hər bir şey siz orada əkə bilərsiniz. Ancaq böyünlərimizi gətirib bizim yerlərimizi buğdaya ixtisas veriblər.
Qardaş, bu buğda bilirsiniz nə qədər su istifadə edir? Nə qədər su aparır? Bizim elə son 80 ildə nə qədər yeraltı su qaynaqlarımız boşaldırıbdır. Artıq yeraltı su qaynaqları qurumuşdur Azərbaycan, Güney Azərbaycan bölgəsində. Amma tərsinə götürüb məsələ bir Fars şəhəri Yəzdə böyük gətirib oranın torpağının mərğubiyyəti, yəni keyfiyyəti aşağı olduğuna rağmen götürüb orada bəzi əkinlər əkirlər ki, orada sənaye də tolid edir o. Yəni gətirib məsələn bir dənə giyahanı dairunu orada pərvəriş verirlər, gətirib bir dənə karxanı dairə sazı düzəldilər orada. Və halbuki bu Azərbaycanın özündə ola bilər. Bu Azərbaycanın özündə iləri gedə bilər. Niyə eləmirlər? Çünki bunların bir dənə əsl düşüncələri var. Azərbaycan gəlişməməlidir. Azərbaycan iləri getməməlidir. Nə ölməlidir, nə yüksəlməlidir. Elə belə ölüm qalım kimi iləri getməlidir. Biz bu təəssüfanə istəmirəm orada olan İran tərəfindən olan məsullar, ustandar, fərmandar falan tohin eləyəm. Sonuçta bizim millətdəndirlər. Amma bu təəssüfanə milli baxışları yoxdur bizim Güney Azərbaycana. Bir milli baxış əksikliyimiz var. Əgər milli baxışa qail olsalar, bunları gedib təhqiq edib və ya mərkəzi təhqiqat qoyub, biz necə deyirik fərmandara, ustandara, modeli-kola fişar gətirməliyik? O da ya üst qısma fişar gətirməlidir, ya bunu bilməlidir ki, üst ömür billah mənə icazə verməyəcəkdir. Gəlib bunu millətə deməlidir. Bunu deməmək xiyanətdir. Qardaş, niyə böyünlərimizi Güney Azərbaycanın daş mədənləri boşaltılıb, gedir İsfahanda karxana toylu olur. Karxanayı mərmər qoyurlar, mərmər fabrikası qoyurlar. Oradan təşkildən daşı düzəllədib, gözəllədib 10 qatına bizə satırlar. Niyə bunun fabrikası Azərbaycanda yoxdur? Niyə yoxdur? Hətta o daşı, biz bugün bilirsiniz, Türkiyədəyik. İstanbulda mən görürəm, xoyun daşını İsfahan daşı əvəzinə satırlar. Graniti Fas bölgələri əvəzinə satırlar. Və oradan da gələn sərmayə dirək, orada İsfahanlı sadiratçıdır, sərmayedardır ki, onun pulunu götürür İsfahana və ya götürür Avropada özünə xərcləyir. Halbuki o bizim mədənimizdə işləyən karigərdir. Fakat bizə karigərçiliyi qaldı. Biraz öncə dedim, bizə baş ağrısı və istimarı qaldı. Biz bunları millət içində, böyünlərimizin, məsul adlanan insanların içində səsləndirməliyik. Hər kəs öz yerində. Böyünlə biz belə səslənirik. Oradakı bir xələbiyyəz fişar altındadır. Oranın kurallarına uyğun səsləndirməlidir. İstəmir çox həzinə verə, ona görə əsliyə həzinə verə bilər. Ona görə bu işlər qabağa getməlidir. Bu işlər səslənməlidir. Əgər, baxın, məsələ, Urmu Gölü konusunda milli fəallar, siyasi fəallar, çevrə fəalları, yəni muhidizist fəalları əl-ələ verdilər. Baxdılar, gördülər, İran rejimindən bunlara səs yoxdur. Məsullar da səs yoxdur. Hatırlarsınız, fikir edirəm 90-91 illəri idi. 51 oldular, Urmiyə gölünün qurumasının səsini dünyalıq elədilər. Cəhani elədilər. Yəni gəldilər, uluslararası kurumları, uluslararası təşkilatçıları Urmiyə gölünə təvəccühlərini cəlb elədilər. Bu necə oldu? Məsələ, ünlü sanatçı, Hollywood sanatçısı DiCaprio gəlib Urmu gölündən bir paylaşım yaptı. Ya Türkiyədə çoxlu fəallar, ustad, danışıqlar Urmiyə gölünə təvəccüh göstərdilər. Yəni, bilirsiniz, Türkiyənin çox üniversitelərində tez işləndi. Biz bu işdə bu tərəfdən də qabağa verə bilirik. Biz hamımız əl-ələ verib, Güney Azərbaycandakı sorunları ən azından Türkiyə, Azərbaycan toplumuna, bilimsel toplumlarına, siyasal toplumlarına və uluslararası beynəlmələri təşəkküllərə yayınlaya bilərik. Deyə bilərik. Bu bizim zəncirlənməmizdən, əl-ələ verməmizdən və hər kəsi öz yerində, öz təxəssüsündə dəyərləndirməkdən keçər. Biz əgər eləyə bilək bir dənə çevrə fəalına, muhidizist fəalına deyək ki, qardaş, gəlginə sən bunun üstünə işlə, himayətlərimizi ondan eləyək, siyasi fəallığımıza, ya hüquq-i bəşər fəallığımıza, bu daha rahat olar. Ya bəzi hüquq-i bəşəri cəryanlarda diqqət eləsəz, bu günlərimizə hər gündən daha çox bizim xəbərlərimiz Türkiyə mediasında yayınlanır. Təzahüratlarımız olsun, tutulanlarımız olsun, Allah göstərməsi şəhid olanlarımız olsun, ya sınırda PKK, PCK əlindən şəhid olanlarımız olsun. Niyə?
Çünkü biz başarmışıq bunu Türkiye medyasına aktaraq veya az çox insan hakları kurumları uluslararasında veya af örgütlərində yayınlayabiliriz. Bunlar ki Farsdan geçmiş. Bunlar ki İranın mərkəzgərə toplumun üzr istəyirəm, əncümənlərindən, NGO'larından geçmiş. Bunlar ki opozisiyona mərkəzgəranın əlindən geçmiş. Bunları özümüz başarırıq. Pəs biz bunu ispat eləmişik ki, özümüz başara bilirik. Ancaq hər kəs öz uzmanlığında, öz təxəssüsündə bunu qabaq aparmalıdır. Doğrudur. İqtisad bəhsində danışanda biraz detayla girsək çox uzun olur. Doğrudur. Amma biz məsələn baxanda görürük ki, Kəndivanın eynisi Türkiyənin Neft şehrində və o nə gündə, bura nə gündə. Və gətirirlər bizim potansiyellərə rağmen deyirlər Musəlləs-i Təlayi, Gərdəşgəri, Yəzd, İsfahan, Şiraz. Təəssüfənə bu vəziyyət iqtisadda çoxdur. Amma bizim bu, mən qabaqdan da dedim, bu ata-babalarımızdan qalan maddi, mənəvi miraslar ki bizə qalıb, bunların bizim babalarımızın can bahasına, qan bahasına gəlib bizə yetişib və bizim bugün boynumuzda bir böyük borc var. Həm özümüz bu qaynaqlardan, sərvətlərdən istifadə etməliyik, həm onların dəyərinə dəyər qatıb gələcək nəslə yadgar qoymalıyıq. Amma maalesef görürük ki, bizim mədənlərimizi talan eləyirlər. Siz muhitzistdən büyürdünüz. Talan eləyirlər, orada məsələn patlayışlar olur, ağaçlar kəsilir, kimyasal maddələr işlənir. Fəqət mədəndə, fəqət biz baxırıq. Başqa sahələrindən hələ işim yox. Urumiyyə gölü olsun, arazı kirləndirmələri olsun. Təbiətimizi də aradan aparırlar. Biz bunları necə qoruyub saxlamalıyıq? Yəni istəsək bugün əgər mən görürəm ki, bir dənə Əndəryandayam, kətdiyəm ki, mədəni var, onu talan eləyirlər, mühit zistimi də aradan aparırlar. Mən nə etməliyəm? Baxın, biraz önce dedim. Biz bu günlərimizdə Güney Azərbaycan türkləri olaraq əlimizdə bir güclü bir hərəkət olaraq yoxdur. Yəni imkanlar yoxdur. Ancaq bizim güclü bir qoftumanımız var. Güney Azərbaycan Milli Hərəkatı. Bu qoftuman bu günlərimizdə qoftumanı qalibi Şumarı Qərb İrandır. Yəni qoftumanı qalib Şumarı Qərb İranda Hərəkatı Milli Azərbaycanı cünubudur. Ancaq biz bunu biz kolli millətə anlatmışıq ki, bunun Paşini aşılı deyirlər faslar. Bunun sorun mərkəzi Tehrandır. Ancaq biz bu millət bildiyinə rağmen biz bunun yolunu göstərməliyik. Yolunu göstərmək üçün muhitizist fəallarımızdan, iqtisadi fəallarımızdan, siyasi fəallarımızdan fikirlərindən istifadə etməliyik. Örneği biz gətirib mesela muhitizist fəallarımızla danışıb onları məsullara tərəf yönləndirməliyik və görək, bu məsuldur, cavab versin. Əgər cavab bu dəyəri, gəlsin desin, mənim əlimdə heç bir şey yoxdur, millət bilsin ki, bu rejim o bölgəyə heç bir şey vermir. Siz biraz önce dediniz, mesela mədəndə, mədən deyil ki, mədəni istemal edir, mədənin pulunu aparır, mədəni patladır, bomba ora, kolliye heyvanatı ki o məntəqədə vardı, təbiəti boşaldırlar. Yer qururi. Ora mühim, yəni çox şeylə əkinçilik aradan gedir o bölgədə. Çoxlu insanların ayındəsi, çoxlu bir nəslin ayındəsi aradan gedir. Biz bunu necə həll eləməmiz üçün ilk öncə özümüz təşkilatlanmalıyıq. Yəni fəallar təşkilatlanmalıdırlar, fəallar qurumlaşmalıdırlar, bir olmalıdırlar və hər kəs öz sahəsində, uzmanlığında bunu dünyaya səsini duyurmalıdır. Ta biz eləyə bilək, həm bu günümüzü qoruyaq, həm əgər qərardır biz bir gün müstəqil olaq, bağımsız olaq, o gün heç bir şeyimiz əldən getməmiş olsun. Ən azından çox şeyimiz əldən getməmiş olsun. Bunu belə etmək lazım. Çünki əgər biz adres verək ki, get vəzirdən bunu istə, bu yəni bir boş sözdür. Zaten vəzir bunu bilir. Bilmir deyil, vəzir bunu bilir. Biraz önce bildiyinə rağmen gətirib bizim öz içimizdən də xiyanət edərək istifadə edirik. Yəni öz əlimiz ilə o mədəni oradan aparır. Düşünün, elə məsələn sizi məcbur edib gedəsiniz o mədəni, öz kəndinizdəki mədəni istixrac edəsiniz, kargərçiliyin edəsiniz,
kargətil hüququnu orada işləyəsiniz, gətirəsiniz, öz əlinizlə verəsiniz bunlara, buyurun, apan xəşlərin öz xanavadənizlə yeyin. Bu belə bir şeydir. Bunu əlbəttə heç təəssüfənə qoymurlar kargərlər orada da işləsin. Yəni başqa yerlərdən kargər gətirirlər. Yenə Erqanda millətin vurdular, başı gözü qanadı. Yəni gətirdilər polisi ilə məntəqəni bağladılar. Gətirdilər polisi ilə məntəqəni kapatdılar ki, siz bura gəlməməlisiniz. Yazıq oranın sahibi olan əhalini döyürdülər. Nə var ki, Tehrandan biz gətirəcəyik, uzman, mütəxəssis gətirəcəyik, orada mütəxəssis kargər gətirəcəyik. Hamısı yalan idi. Bunların hamısı buna xatir ki, oranı necə rahat istimal eləsə millətin gözü görməz. Bəhsin hamısı buydu. Bunu millətin uyanması lazım və bunları açıq şəkildə bilməsi lazım. Bunun üçün biz meydani hərəkətlərimizi bilimsel olaraq, elmi olaraq çoxaltmalıyıq. Yəni biz vur, tamam bir yerəcən vurdur. Amma bir yerəcən oyandırdır. Bir yerəcən hərəkətə geçdir. Hərəkətə geçdir. Yəni bildiyini əməl elə. Tamam biz bunu danışırıq. Bir yerəcən əməl eləməsi də var bunu. Sən gedib o mədənin məsulunu tutmalısan. Pasık olmalıdır. Niyə istemal edirsən? Yaxçı eləm dediyində ağzını yummalısan. Geyiklə üz yeri ver. Sən mənim burada varlığımı talan edə bilməzsən. Onlar bizim gələcəyimizə hədəf tutublar güllərini. Biz o gülləni, silahı çevirməklə gələcəyimizi, böyünümüzü və gələcəyimizi qoruyacağıq. Doğrudur. İran rejiminin içəridə politikası var ki, biz sistematik ayrı seçkilici qabağa aparır. Azərbaycanın bu potansiyelin sümürcür, yəni istismar eləyir. Düzdür. Ki bunu biliyoruz ki, sistematikdir. Yəni bu təbiz sadə bir basit təbiz də sistematikdir. Dalısında fikr vardı. Örnək istəsəm verəm, misal vuram. Qabaqcanda söhbət olunubdur bu məsələdə. Məsələn, Ərz-i Şəfzudə vergiləridir ki, nə cür olub ki, nə cür bunu tənzim eləyiblər ki, Fars olan bölgələr, Yəz kimin, İsfahan kimin daha da faydalanır. Amma Azərbaycanda olan fabrikalar olsun, millət olsun, pulları gedir mərkəzə. Bunlar deyirəm, detayla girməyə vaxt yoxdur. İnşallah ayrı proqramlarda detaylı da söhbət eləmək olar. Amma İran rejiminin bir diş politika... Buyurun. Bəhsi bitirmədən, bu ben deyirəm məsələ mərkəz gətirib biz öz əlimizdən. Bəzən də kurtaramadığı yerdə, yəni sözü geçmədiyi yerdə gətirib öz insanlarını atayır. Yəni bu bizim bölgədə addır da deyərlər ki, məsulinə qeyri-bumi. Yəni gətirib qeyri-bumi, o yerdən olmayan bəzi məsulları atayır. Məsələn, Ustandar Azərbaycan Qərbi, Batı Azərbaycanın valisi Şəhriyari Məşəd Kürdüdür. Gətirib ora atmaqda həm iki hədəfi vurur, həm əmniyyətə hədəf öz istədiyi kimi oynadır. Həm də türklərin bölgəsini, məsələn böyle düşünün, Azərbaycan Qərbinin çoxlu şəhərlərində çörək tapılmır, un tapılmır, millət acından səfə durur, toyuq tapılmır. Ustandarın eyni xiyalı dəyər. Heç quzarış da vermir ki, belə bir şey var. Həm üstə quzarış vermir, həm millətə gəl toziyyət vermir. Və millət də bunu gedib önün kəsməlidirlər. Millət bunun önün kəssə, millət gedib onun önün kəssə, daha bizim istədiyimiz fikrə bir addım yaxınlaşacaq. Biləcək ki, qətiyyən bu rejimin üstündən aşağıya qədər bu millətə düşünmür. Onun üçün bu millət gedib o məsulun önünü kəsməlidir. O məsuldan sözün almalıdır. Niyə yoxdur? Madam məndən vergi alırsan, maliyyət alırsan, madam mənim əklimi somurursan, mədənimi somurursan, transferimi alırsan, hər bir şey yeysən, niyə böyün çörək yoxdur? Niyə sənin evində var, mənim evimdə yoxdur? Düzdür. Buyurun, sizin sözünüzü. Biraz bayaqda elə söhbət elədik ki, muğan eləyə bilər, kollarını hələ Güney Azərbaycan heç bir neçə ölkənin də qəzasını təmin eləyə siz buyurduğunuz kimin əlan millət toyuq tapanmır ya bundan bir ay, 2 ay öncə çörək tapılmırdı Urumiyyə kimin şəhərlərdə. Hər halda İranın transferi havayı, transferi reyli, transferi zəmininin dəramədin nəzərdə alsaq, bunlar elə hamısı bizim bölgələrdən geçir. Yəni Azərbaycan saya qutulmur. Yəni
Dəqiqən o. İranın bir iş politikasından hala qırağa qoyaq. Bir dış politikası da var, xarici bir siyasəti də var. O da təbii ki, Güney Azərbaycanı, bizim iqtisadımızı, bizim millətimizi etkilir. İranın məsələn görürük Qarabağda, Suriyədə, başqa yerlərdə aparıb pul xərcləməsi, Ermənistana müftə silah qəza verməsi, ya Əsədə, ya İraqda, bunlar biləxərə bizim məmləkətimizə təsiri var da. Amma bu tərəfdən də görürük ki, indi İran özü də bir ağır duruma düşüb. Yəni Ermənistan ki, İrana çox yardım eləyirdi bu yaptırımları, ya bu təhrimləri getmək üçün. İndi özü pis vəziyyətdədir, iqtisadi, siyasi cənbəsindən heç özü məlum deyil, gələcək ona olacaq. Suriyədə bu ittifaqlar düşübdür, Lübnanda, Əraqda. Bu İranın dış politikasının etkisin bu olaylardan sonra siz nə cür görə bilirsiniz Güney Azərbaycana? Baxın, bu dış politika olayına girdiyimizdə yenə belə baxmalıyıq. Vizarət-i Umur-i Xaricə, İran Dışişləri Bakanı, İran rejiminin uluslar arasında, beynəlmiləldə siyasətlərinin mücrisidir. Yəni, bu icra eləməlidir. Bunun üstündə devlətin az etkisi var, amma Beyt rəhbərinin çox etkisi vardır. Yəni, Beyt rəhbəri direkt Vizarət-i Umur-i Xaricənin manifestlərini o tərsim edir. Amma burada iki konu var. Bir dənə şuubi didgahı var Beyt rəhbəridə. Panfarsismə dayanaraq bir şiilik propagandası var. Və daha çox İran şəhrilik və farsçılıq Vizarət-i Umur-i Xaricənin öz çərçivəsində vardır. Yəni İran dış politikası bununla iki dənənin üstündə tərsim olur. Bir şuubiyyəlikdir, bir panfarsçılıqdır. İlk bunu deməliyəm ki, bu iki didgah da Güney Azərbaycanın müxalifidirlər. Sadəcə şuubiyyəlikdə Güney Azərbaycanı siyahiləşər olaraq, kara qüvvələr olaraq kara şeyə kullanmaqdadır. Heç bir mənfəəti olmadan. Amma panfarsizmə görə dünyanı tüm panfarsizmə bir diqqət edərseniz ancaq bir sahte tarix yazmaqdadılar. Bizim Türklərdən İran Dışişləri Bakanlığında, yəni Vizarət-i Umur-i Xaricəsində milli düşüncə olanı sıfır tamamdır. Heç bir milli düşüncə olanı alınırlar. Alanları da ikinci il fark ettiğinde qırağa qoyurlar. Yani bu bir möhkəm bir bilgi daha içindən varımızdır. Yani dostlarımız, biz de o zaman orada oxumuşuq dərsimizi, danışqahımızı orada oxumuşuq. Dostlarımız var İmam Sadiq'də oxuyub, dostlarımız var Danışqah Tehran'da oxuyub, dostlarımız var Danışqah Vizarət-i Umur-i Xaricədə oxuyublar və bunlarda eşidirik ki, bunları necə həsf edirlər milli düşüncələr olanı. İlk önce budur ki, bunlar Türk varlığını İran'da kolle dünyada inkar edirlər. Yani İran'da bizim bir Türkümüz yoktur. Bunu böyle getirlər. Heç yerdə də bunun sual olunmasına müsaade etmirlər. Sadece Türkiye'de bir ses koştular. Onda İran Dışişleri Bakanı o zaman Salih'iydi. Dedi İran'ın %40'ı Türk'tür. Ya o zaman da Türkiye'nin Xos vəziri dedi ki dünyanın ikinci Türk şəhri Tehran'dır. Yani bunlar çok Türkiye'de oldu. Ama dünyada bunlar bizim varlığımızı inkar edirlər. Bizim varlığımızı inkar edilenden bize hiçbir xeyir gelmeyecek. Bu bir. O halda ki biz bu ülkenin 40 milyonu yok. Yani özləri deyirlər %40. Yani öz amarıyla 32 milyon onların öz amarlarıyla. Bizim varlığımızı inkar edirlər. Bu birinci nöqtə. Yani bizim hiçbir milli düşünce Güney Azerbaycan veya sen diyeyim Türklüğüne inanan faallarımız, faal demeyeyim de insanlarımızın çoxunu Vizarət-i Umur-i Xaricədə işe alınırlar. Fark ettiğinde de qırağa qoyurlar. Deyirlər gəlin. İkinci bəhsləmə nədir? Biraz önce işarə elədiniz. Ermənistan, Suriye, Irak, bunlarda veya gidip mesela Afrika'nın bazı ülkelerinde bir işler görürlər. Ermənistan'da bunlar iki meselenin peşindədirlər. Son illerde. Son illerde təhrimə kullanırlar. Ve Azerbaycan ile, Kuzey Azerbaycan'la Türkiye'ye fişar için kullanırdılar. Ve geçmişlerde de Türklerin birleşmesinin qabağını almaq için kullanırdılar. Ki bu Ermənistanın səfhəsini Azerbaycan pühdü. Bu meseleleri təqribən %80 həll oldu. Ve İran'ın heç bir iş görəmədiyi ortaya çıktı. O halda ki yıllardan beri şuubiyyəlik əsasında Azerbaycanın içine nüfuz etmek istəyirdi. Gətirib orada Nardıran şəhərində, Lənkəranda, Talişdə
adam getirirdi özüne. Ne oldu? Harda kaldı? Şu kopan fırtına Türk ordusudur ya Rabbi. Yani bu ordu göstərdi ki, Azərbaycan zaman zaman öz kimliyini, öz varlığını qorudu və sənin Ermənistan politikanı çarpı sıfır elədi, zərbəyə sıfır elədi. Və heç səni sayma. Və Rusiya ki, sən fikredin, sənin arxanda durub, Rusiya da səni heç bu oyunda oynatmadı. İkinci bəhs buya gəlirsən, əgər İran Əraqda, İran Suriyədə, İran Bəhreyndə, İran Yəməndə, İran bəzi Afrika kişilərdə terörist və ya militan getirməsəydi, himayət eləməsəydi, bugün İranda yaşayan millət bu qədər fişara məcbur qalmazdı. Bu qədər təhrimə məcbur qalmazdı. Yəni təhrimlərin birbaşa baisi bu Fars Molla rejiminin yanlış siyasətləridir. İştibah siyasətləridir. Bugün Türkiye görürsünüz. Türkiye mesela bugün Suriye'nin kuzeyinde var. Kafkasya'da var. Libya'da var. Hamısı ne içindi? Ki birinci Suriye'de var. Şu torpaq bütünlüğü aradan getməsin. Orada sahte bir Türkiye'nin torpaqlarına taarruz olmasın terörist grupların tərəfindən. Libya ve Kafkas'da enerji mesele için var. Sen Suriye'de ne işin var? Ben Suriye'ye gitmişim ki İsrail'in mərzində duram. İsrail bayət nabud şəvət. Ayət Xamenei buyurur ki, İsrail 25'ini görməyəcək. 25'ini görməyəcək, sən 25'də bir də milləti çürütdün də İran içində. Təhrimlərin sayəsində. Sən oranı tutacaq da aldaq, buna təhrim ilə sən millətin qurutdular. Suriye'də bizim nə işimiz onun üçün orada. Əraqda niyə varıq? Əraq bizim toprağımızdır. İmam Hüseyin'in, İmam Əli'nin məzarları oradadır. Qardaş, elə Səddam zamanı İmam Hüseyin'in, İmam Əli'nin məzarları oradaydı və çox saygı görürdülər. Və Səddamla ki 7 il savaşdı, 8 il, Səddam icazə verdi ki, kolli şiyələr getdilər, oraya ziyarət elədilər. Yanlış mı deyirəm? Doğrudur. Və sən orada niyə məzhəb davası salasan? Niyə sünni şiyə arasında davı salasan orada? Milletin pulunu aparıb orada xərcləyəsən. Bəli, niyə bu qədər pulu xərcləyəsən orada? O halda ki Əhvazdan, Xuzestandan nəf çıxır. Xuzestanın milləti acından ölür. Kürdistanda, eyalətində heç bir fabrika yoxdur. Bəluçistanda uşağın başmağı yoxdur gəncdə mədrəsiyə. Bəluçistanda böyle evlərin lülekeşi ab yoxdur. Ağa Lorestan acından ölür. Hələ Azərbaycan söhbətini eləmirəm. Və bunların hamısı sənin İran rejimi, sənin yanlış siyasətindədir. Ama bu günlərimsi sizden bir şey soruşum. Türkiye'nin milletinin en azı diyelim %51'i Türkiye devletinin siyasetlerini koruyur ve himayet ediyor. Hatta Azerbaycan konusunda, Qarabağ konusunda bu geldi %90'a getirdi. Dikkat ederseniz mecliste fakat PKK yandaşı olan HDP rəy vermedi. Düz deyil. İran'ın hansı xarici politikasını İran'ın %51 milletin bırak da %40 himayet ediyor? Hiçbirisi. Var mı öyle bir şey? Gaz olar pulunu apara verə Suriye'de Əsədə. Təbiidir ki. Ben bunu demeyeyim. Adam 8 il İran'ın reis umru olmuş. Ay Ahmadinejad. Dünən yok İsrail'cı müsahibə verir. Filan ülkeye gönderdiğim, Afrika'ya gönderdiğim səfir gəlib deyə oranın 200 milyon cəmiyyəti var. Nəfərə $500 verin, mən onları şiyə eləyim. Yani düşünün, memleketin səfiri nə düşünür? O da diyor, ben diyelim Cekkinen mesela Hazreti Enver ilasında, o da ayrı bir bakışını. O da demir ha Cekkinen orada millet bizim İran'ın bakışı açısını, orada faaliyet, karxana falan aşınan. Diye Cekkinen Hazreti Enveriyaliste xəşlər. Yani hep böyle saldırmaktayız. Hep böyle saldırmaktadılar. Ve biraz önce danıştığımız içte bize saldırırlar. Eşikte de özlerine ayaklarını kurşun basırlar diyelim de öz ayaklarını sıkırlar. Sizin sözünüzə qüvvət alan məsələn bizim elə Güney Azərbaycanda mərizlərə dava yoxdur. Mərizlərə dava yoxdur, amma görürük ki İran bol pul xərcləyir orada burada. Amma bir dənə məsələyə gedək, Qarabağın məsələsi üçün önəmli olduğu üçün. Bu İranın ki gəldi Ermənistanın yanında durdu və əlindən gələ biləcək qədər Ermənistana kömək elədi. Bu bir Güney Azərbaycanda oyanışa neden oldu. Yani millet bakabiliriz. Ayrı taraftan bak. Siz buyurun sualınızı ben deyim. Buyurun.
onu istirdim deyəm ki, bir oyanış səviyyəsini yüksəltdi Güney Azərbaycanda və bir özgüvən gəldi ki, yəni İran da, Rusiya da əgər bizim Türk millətinin düşmanı yanındakı Ermənistanı olsa, biz əgər istəsək bir olsaq, hər işə biz təvanaylığımız var, qadırıq ki, əncam verək. Bunu nə cür dəyərləndirirsiniz siz? Qarabağ bu günlərimizi Sayın İlham Əliyev bir yenə çağırıb bir söz dedi ki, Qarabağ işğalı deməyək artıq, Qarabağ işğalını silin geçsin. Yəni artıq bu terimi kullanmayın dedi. Yəni biz Qarabağı gedirik aldıq da, çox yeni aldıq və alırıq da, indi az qaldı. Yəni işğaldan qurtarmışıq. Qarabağ olayı deyək. Qarabağ cəryanında, Qarabağ savaşında İran rejimi düşünürdü ki, çox səssizcə Ermənistana yardım edəcəkdir. Gene hemen biraz önce danıştığımız iştibah siyasetlerinin idamesindeydi. İlk önce icazə verseniz Sabir Bey, ben bunu öz fikrimi diyeyim ki, niye İran rejimi Ermənistana köməklik edir? Bakın bizim İranda 100 bindən çox ermənimiz fikirləmir bunu. 100 bindən çox erməni olmaz. 100 bin nüfuzları olur. Ancaq olur. Ama hamma hakları var. Dilleri var, kitapları var. İcabları olmasa olmuyor, içkiləri var, hər şeyləri var, var ki var. Vərdişgahları, zatları bəli. Var. Hətta o cürətləri var ki, Paşinyan gələ Tehranda deyə Qarabağ Azərbaycandır. Və indi Paşinyan nə oldu biz deyək, nə oldu? Amma olay budur. Niyə bunlardan himayət edir? Niyə icazə verir bunlar çıxsınlar, ölüm olsun, Türkiyə şüar versinlər? Bilirsiniz, erməni lobisi Amerikada və Avropada çox güclüdür. Ermənin lobicərisi çox güclü. Əlbəttə belə deyim, çox güclüydü. Bunlar belə düşünürdülər ki, erməni lobisinə əgər İranda 100 min erməniyə himayət eləsələr, türklərə qarşı Amerikada olan erməni lobisi Amerikada İrana lobiçilik eləyəcəkdir. Lobiçilik eləyəcəkdir. Amerikada, Avropada İrana lobiçilik eləyəcəkdir. Amma bu Ermənistan-Azərbaycan savaşında gördülər ki, o erməni lobisi heç öz Ermənistandan qurtaranmadı. Öz Ermənistanlarını kurtaranmadı. Və gene görsətdi ki, İran iştibah siyasete paydı qabağa. Bakın bir, bölgede İran böyle adlanan yerde 120 milyon Türk yaşayır. 120 milyon. Ve Farsların nüfuzu çok daşçatlıya 20 milyondur. 120 milyon, 20 milyon. 6 katıdır. Günceler, siyaset dəyişər. Gördünüz da Rusiya heç bəzi məsələlərdən geri geçti. Amerika geri oturdu. Avropa geri oturdu. Bir dənə Fransa ilə qaldı vəsətdə. Öz ölkəsi dağıldı. İndi Fransada gözü gecə gündüz. Dünənlərimizi Fransada Mərkəz Bankasını oda verdilər. Gün gələr, səffə dönər. Bu coğrafiya Türklərin tarixinə dar gələr. Və sən məcbur olarsan bizimlə qonşu olasan. Və sən məcbur olarsan bizimlə həmsayə olasan. O zaman qonşunla yaxşı geçinmək zorunda qalacaqsan. Onun üçün biz böyünlərimizi barış tərəfdarıyıq. Biz Fars dediyimizdə, o da özünə görə bir millətdir, yaradıqdır, Allah yaradıqdır. Düşmənçiliyimiz yoxdur. Ancaq düşmənçilik o qədər olub ki, onların tərəfindən. Bizim millət tərəfindən aşırı şəkildə bir dənə həssasiyyət yaranıb. Yəni adamlar gecə-gündüz tohun eləyirlər, gecə-gündüz təvəhümlərini otladırlar. Bu erməni olayında bunlar gene yanlışda qaldılar. Biz milli hərəkət olaraq, istəyirəm bunu deyəm, cəryanhay, farsçası bu olur. Cəryanhay siyasi daxil der hərəkət milli Azərbaycanı Cünubi. Hər bir təfəkkürünə. Bu Güney Azərbaycan milli hərəkatı o qədər damarlar kimi millət içində yayınlanmışdı ki, bu İran rejimi fikirləşmirdi. Bu cəryanın istəyi ilə millət xiyabanlara gəlsin. Bu cəryanın özü istəyi ilə millət gedib İranın Ermənistana göndərdiyi əskəri və qeyri-əskəri köməklərin filmini çəkib göndərsin. Bilirsiniz, millət milli hərəkətə inandı, cəryanhay siyasi Azərbaycan-ı Cünubiyə inandı və onlara mediada necə deyərlər, material göndərdi, onun səsini dinlədi və bu günlərimizi İran Qarabağ olayında dünyada rüsva oldu. Dünyanı bırakın da Azərbaycanla Türkiyə içində rüsvay oldu. Bu Türkiye'de, Azerbaycan'da hiç olmasa biraz İran sevenleri var idi.
Qarabağ olayında İran məsələsində kamilən sustular. Niyə? Çünki gördülər ki, rüsva elədi millət. Türk milləti bunu rüsva elədi. Danışacaq bir şey qoymadı. Qoymadı qala. Bu millət, bu Güney Azərbaycan türkləri biz milli hərəkətdə olan fəallara inanmaqdadır. Maalesef bizim güclü medyamız olmadığı için, maalesef bizim biraz da həmahəng hərəkət eləmədiyimiz için daha güclü nəticələr ala bilmirik. Ama çok ümit varam, çok ümitliyim ki o tərəfə doğru gedirik. O tərəfə doğru gedirik ki, hamı birlikdə millətimizin oyandıraq. Biraz önce dediğimiz muhidizest olsun, mədən olsun, iqtisadi olsun, siyasi olsun, müşkillərimizi əl birliyi ilə və mədəni, siyasi şəkildə çözək. Tabii ki, sabahlarımızı bir terörist istəyə saldıra, biz də Azərbaycan savaş əskəri kimin silah əlimizi alıb savaşacaq teröristi ilə. Ama madem terör olayı yoktu ortada, biz mədəni ve siyasi fəaliyyətlərimizi gücləndirsək, nəticə alacağıq. Qarabağ olayı da Güney Azərbaycanın millətinin geçmişten oyanışının patlamasıydı. Müsbət yönde patlamasıydı. Millət göstərdi ki, Fars opozisyonun, mərkəzgərə opozisyonun istəyiyle xiyabana gelmiş. Bisodo Bəhmənə gelmiş. Ruhaninin pişvazına gelmiş. Amma Qarabağ üçün ayaqdadır. Və bu milli fəalları himayət edib səsini eşidirik. Biz milli fəallar olarak bu milletin qədrini bilməliyik və bundan daha artıq bir millətə və vətənə vəh qoymalıyıq. Və tam tərsinə Qarabağda bugün milli duyğuları, milli hissləri nə tənha Güney Azərbaycanda, bəlkə Azərbaycanda və Türkiyədə yüksəltmişdir. Bugün PKK sorunu qismən Türkiyədə bitmiştir. Qarabağ olayı %90 Azərbaycanda bitmiştir. Sıra Güney Azərbaycan Türk millətindədir. Bu oyanış tam güclü şəkildə devam etdirilməlidir. Qarabağ savaşını örnek alarak. Çünkü Qarabağ savaşında dikkat etsəz, Türkiye ve Azerbaycan Türk milleti olarak bir araya geldiler. Çünkü Türk milleti olarak ve Türk İslam ülküsüyle bir ortaya geldiler. Onun için biz bunları çok dikkatle takip etmeliyiz ve Güney Azerbaycan Türkleri olarak bu yönde oyanışımıza daha süratli devam etmeliyiz. Doğru. İran rejimi bilmeden bir politika qabağa apardı bu Qarabağın olayındakı. Güney Azərbaycanda həm oyanış səviyyəsini çoxaltdı, həm öz zərərini oldu, yəni İran rejimi. Amma bu arada o mərkəzgərə Fars opozisyon da aynı xətanı yaptı. Yəni bizim nəfimiz oldu, o xətanı yaptı. Öncədən danışdığımızda iqtisaddan danışırdıq ki, bir sistematik təbiz var, bir sistematik istismar var ki, fərq eləmir. Bugün İran rejimi olsun, qabaqcan Pəhləvi idi. Bundan da sonra istər nə bilim mücahid olsun, komünist olsun, səltənət tələb olsun. Fərqi yoxdur. Yəni bu madam ki Güney Azərbaycan öz istiqlalını taplayıbdı, bu istismar olacaq sistematik halətdə hangi rejim gəlsə. Amma opozisyonla istirdim bu Güney Azərbaycana qarşı opozisyonla Cumhuri İslamının arasında politikasını deyirəm. Fərqi görürsünüz. Mən fəqət bir dənə parantez içində bir örnek vereyim. Biz Cəbhə Milli ilə bir belə danışığımız geçdi, bir bərnamə program hazırladıq. Orada bəyaniyə vermişdi. Əlbəttə neçə demək olar hamısı, yəni Fars opozisyonunun hamısı bəyaniyə vermişdi bu Qarabağın olaylarında və baxırdıq, görürdük ki, tamamen demək olar ki, Ermənistana dəstək verirlər və Azərbaycanı haqlı olaraq haqsız göstərirdilər. Biz ağayı Mehməneşi dəvət elədik, gəldi. Bəyaniyələrin, öz bəyaniyələrini soruşduq. Yəni bunu siz yazıbsınız. O qədər qabağa getdi ki, öz bəyaniyəsini inkar elədi. Dedi, biz yazmamışıq. Və sonra da dedi, xop, təksibiyəsini verəcəksiniz. Dedi, veririk, amma yenə də bir şey görmədik. Yəni, belə bir davranışları vardı ki, o qədər yəni, canibdarana yazmışdı ki, hətta məcbur oldu öz yazdığı bəyaniyəni inkar eləyə. Siz bir fərqi görürsünüz opozisyonun mərkəzgərə ilə Cumhuri İslamidə? Opozisyon mərkəzgərə və Cumhuri İslamidə hamısı konuda birdir.
hansı konuda fərqi vardır? Bunu belə baxmaq lazım. Tabii, mesela biraz bilmirəm, azadi hayesi ictimai demeyeyim. Azadi hay ictimai veya azadi hay fərdi bəhsində bəlkə biraz fərq edərlər. Ama faşistlik konusunda, şovinistlik konusunda, apartheid konusunda aynı istiqamətdə yürüyorlar. Zaten bu günlərimizi, mesela size bir örnek getirim. Bu Şahın oğlu, Niza Şah deyirlər. Bir danışığında səsi vardı. İstəsələr dostlar YouTube'da veya 50 milyon xəbər kanalında eşidə bilərlər. Bir toplantıda deyir ki, məfhum-i zəban-ı madərinəm, ana dilinə mələdir. Ana dilini istəyənlər, mən bunu anlamıram, ana dilinə istəyənlər nə istəyirlər. Bunlar geçsinlər, Fars dilini öyrəşsinlər. Yəni, mənə Təbrizə türk danışan gibi əhvaza nə iş görəcək? Baxın da bunun opozisyonunun baş adamının baxışı budur, bir qrupudur. Yadınıza gəlsə, Ruhullah Zəm ki, bölünlərimizi bilmirəm, özlərindən daha yaxşı bilirlər. İran adamı idi, deyildi, hər nə idi. Biz bölün əsli buna qoyaq ki, bu adam tutulubdur, uğurlanıb İran rejim tərəfindən aparılıbdır. Bu adam toplantıların birində deyir ki, bir dən Cəlalı var, Doktor Cəlalına bahəm danışıydılar. Bizə hədəf almışlar. Deyirlər, əgər qərardır bu ölkə federal ola və ya burada Azərbaycanlılar istiqlal istəyərlər, mən sipahı ilə birləşəcəyim Azərbaycanlar əleyhinə. Və ya xalq mücahidlərinin baxışını Azərbaycana bilirsiniz. Biz deyik ki, Azəri Ruzi Nicatı Azərbaycan deyirlər, 21 Azəri. Və ya ayrı bir fasıl, yəni çox, %90'ın deyim, %100 istəmirəm deyəm. %10'u oynayır. Yox, biz Türklərin haqqını istəyirik, Türklərin haqqı olmalıdır, filan eləməli. Məsələn, Şirin İbadi bir faal, məsələn, hüquq bəşər idi ki, sözdə caizi Nobel alıb. Təzə başlayıb bizim biraz haqlardan danışır, onu qorxa-qorxa. Yaxşı? Amma bəhs budur. Bunlar Türk konusunda opozisyon rejim ikisi de bir yürürler. İkisi de bir yaparlar politika bağı. Ama Türk düşmanları var. İkisinin iqrarı budur ki, burada Türk yoktur. O bölgeler gələk dağıla, o bölgelərdə gələk bəhs əvəz ola. Necə Ermənistanda, Qarabağ olanda Ermənistanı tuturdular və yanlış nəticə aldılar. Burada da mesela Azərbaycan konusunda, mesela Batı Azərbaycanda PKK'nın peşaki mahiyyət edirlər. Yani hemen iştibahi ki Ermenistan'da eləyirlər, bugün Azərbaycan konusunda eləyirlər. O əzdahazı terör, əzdahazı siyasi deyirlər, nə Azərbaycanı, nə federalı, nə istiqlalı, nə həqiqət əyinizən işləməlidir. İranlısınız da, gəlin İranda biz bahəm işləyək, bahəm haqqımız alır. Gəlin yığışaq, bahəm siz genci bəyə. Yəni deyirlər, gəlin biz oturacaq başda, biz sizin haqqınızı verəcəyik. Bax, ilk başta bu işləyirsə, biz sizin haqqınızı verəcəyik. Burada isə məlumdur, siz nə düşünürsünüz? Axı siz hansı muazzədən oturub bizə haqq verirsiniz? Siz indidən özünüzü harda gördünüz bizə haqq verməkdən danışırsınız? Təpədən baxır da. Bu baxır. Təpədən baxır deyil. Özün indidən təpəyə oturtdurub. Oturtdurub da orada. Bunun hardan geçər bunun bəhsi? Maalesef bizim Türk aydınlarımız, roşanfekçilərimiz, siyasi profesorlarımız, siyasi araştırmacılarımız, hukuki araştırmalarımız biz dala toplar. Mən burada bu medyadan səslənirəm. Tamam, biz xiyabani hərəkətlərimiz var, hər bir hərəkətimiz var. Amma biz siyasi alanlarda, araştırma mərkəzlərində, siyasi araştırma mərkəzlərində nəfərlərimiz olmalıdır ki, burada bəhs eləməlidirlər. Bizim varlığımızı, kimliyimizi, istəklərimizi ortaya qoymalıdırlar. Uluslararası səviyyədə. Təbii ki, İran'a buna icazə verməyəcəklər. Amma uluslararası səviyyəsində bizim aydınlarımız gedib bunları danışmalıdırlar. Bunları yazmalıdırlar. Bunları səsləndirməlidirlər. Kolye sosyal medyadan, sosyallerden ekranlardan istifadə etməlidirlər. Bunlar hər bizim varlıklarımızı siyasi baxış açısından, hukukən, insan hakları açıqlamalıdırlar. Bugün gelip Amerikanın böyükatlarında Türkiye'nin araştırma merkezinde burada SETA'da, Uysan'da, İran'da oturup bunları bəhs eləməlidirlər. Bizim varlığımızı ortaya koymalıdırlar. Elmi olarak, akademik olarak ortaya koymalıdırlar. Bizim hareket tamam bir taraftan hareket oyanış olarak devam edir. Ama bu taraftan bizim siyasi ve akademik kolumuzda qabağa getməlidir. Biz bunu yapabilsək, Fars opozisyonunun rejimi bir olsalar, bomba olsalar, patsalar bir iş olmayacaqdır. Ama bizimkiler dala otursalar biz kaybedəcəyik. Dala oturmaq əlaməti kaybetməkdir. Əgər sən dala otursan, mən məcburən meydanda cavab verəm. Meydanın işin həzinəsi çoxdur. Əgər bu dediğim karakterlər, roşanfekçilər, aydın insanlarımız, bilimsel insanlarımız öne gəlsələr meydani hərəkətlərin həzinəsi azalacaqdır.
artıq bunların əlləri oxunacaqdır. Ama bunlar düzdür. Burada biraz bizim maddi sorunlarımız var. Ama bir kenetlenmeliyiz, bir yerde olmalıyız. Bugün tüm dünyaya biz nefer göndermeliyiz. Gidip araştırma merkezlerinde, konferanslarda, seminarlarda açıklama vermelidirler, bultenler vermelidirler, söhbət eləmelidirlər. Onun için bugünlerimizi bir görürük, opozisyonla İran rejimini. Ama bunun yolu da dediğim kimidir. Bütün aydınlarımız öne gelmelidirler. Bu hareketi, bu milleti, bu vətəni ölümüne savunmalıdırlar. Söz konusu vatandırsa gerisi teferruattır. Vatan için meydana gelmelisin. Vatan için meydanda olmalısın. Vatan için bilimini, varlığını, ekonomini hamısını harcalamalısın. Hamısını xərcləməlisən. Tam gönülle, ailenle, tam bedeliyle meydana gelmelisin. Konferanslarda, seminarlarda, araştırma merkezlerinde, devlet kabinelerinde, devlet kurumlarında tam milletimi bilimsel, hukuksal savunmalısan, ses olmalısan ve gür ses olmalısan. Böyle olursa kazanacağız. O Fars faşizminin opozisyonu da, rejimi de bize bir şey diyebilmeyecektir. Bugün görürsünüz, Begolu siz dediniz, onlar bile bizimle danışmaktan kaçırırlar. Çünkü haklı olduğumuzu bilirler ve bilirler ki biz haklı olduğumuz müddetçe onların bize cevapları yoktu. Çünkü cevapları yoktu bizimle muhatap olan bunlar. Bizi kabullenmirler değil. Bizim isteğimize cevapları yoktu onların. Biz de istemirik zaten. Özümüz ele getireceğiz. Bunu böyle düşünüyorum. Buyurun eşidirəm. Doğrudur. 57 inqilabında Xümeyni gələndə dedi bir seri demokrasiyadan filandan danışdı. Sonra da hamısı gördük ki bəli, heç birisi də doğru deyildi. Özü də sonra dedi xod əşərdən. Yaxşı. İndi əlan baxırıq görürük ki, hətta indi bu mərkəzcələ opozisyon hətta o səviyyədə də deyil. Yəni açıq-aşkara birdən deyir ki, yo mən ana dili filan başıma girməz. Yəni hətta o səviyyədə, Cumhur İslami səviyyəsində də deyil. Amma bunun bir diş politikası da var. Yəni biz baxırdıq birdən hizb elə gəlmədən xod əkərdən. Bəli də yo bu elə açıq-aşkara deyir. Yəni bu yəni istəyirəm deyəm ki, beməratib rasistlərdirlər ta Cumhur İslami. Amma diş politikaları da bunların da çox ilgincidir. Baxırdıq biz bəyaniyələrə, bəzi bəyaniyələrə baxırdıq bu Qarabağ olayında. Bəziləri hətta Cumhuriye Azərbaycanı bir ölkə olaraq tanımırlar. Yəni deyirlər rejimi Baku ya hətta Cəbhə-i Millət rejimi Erdoğan dedi ya rejimi Osmani. Yəni bunun nə fərqi var Cumhur İslami ilə? Cumhur İslami də bir dənə düşməni fərzi özünə düşmən cürriyib İsrail adında deyir mən onu rəsmiyyətə tanımıram. Dərhal ki Sazman-ı Millər rəsmiyyətə tanıyır və içəridə o öz sorunların kapatmaq üçün, göstərməmək üçün özünə bir düşmən cürür eşikdə. Bu opozisyon da həman işi görür. Necə ola bilər ki, Sazman-ı Millər bir dənə ölkəni rəsmiyyətə tanıya, Cumhuriye Azərbaycan, opozisyon hələ gəlməmişdən onu rejim adlandıra. Yəni bu olaylar çox əhəmiyyətlidir. Amma bir məsələ ki burada var, budur ki düzdür, opozisyon bizim haqlarımızı təmsil etmir və edə bilməz fəlsəfəsinə görə. Amma bir müştərək burada düşmənimiz də var, o da Cumhur İslamıdır. Cumhur İslamı getmədən onu hamımız bilirik ki biz heç iş görə bilmərik. Olsun Fars opozisyonu, olsun Güney Azərbaycanda milli hərəkət. Amma indi biz olaylar olur, təzahüratlar olur sərasəri. Sizcə bunlara qatılmalıyıq, bunları qatılmamalıyıq, opozisyonla işbirliği yapmalıyıq, yapmamalıyıq və şəraiti nə cür ola bilər? Baxın, biraz önce dediğim kimi, opozisyonla Fars molla rejimi bu günlərimizdə Türklər konusunda ittifaqı qolları var. Şah bunlara hak verilməyəcək, Azərbaycan adında verilməyəcək. Göz bölümü qolu siz dedinizdə rejimi Baku, İran-ı Şimali, rejimi Erdoğan belə sözlər verirlər. Hələ bizi bırakın onlara deyirlər. Bunlar Azerbaycan, Güney Azerbaycan konusunda ne bizim varlığımıza inanırlar, ne hakkı təyin sərnişin millimizə inanırlar. Bunlar hiçbir işine inanmırlar. Ancak ama biz bir Türk
Türk millətiyik. Tariximiz var, geçmişimiz var. Tarix boyu bizim şanlı devletlerimiz olub ki tüm halkların, tüm millətlərin haqlarını qoruyubdur. Biz Türk milleti, onların varisləriyik. Onlar o törələr, o adət-ənənələr bizdə də vardır. Təkcə Fars bölgəsi deyil, Ərəb bölgəsi, Kürt bölgəsi, Lor bölgəsi, Talış bölgəsi, bilmirəm Fransa, bilmirəm Amerika, Venezuela, hər yer olur olsun, Türkiyə, Azərbaycan. Haqlı hərəkətlərin hamısına, haqlı və demokratik hərəkətlərin hamısına himayət edirik. Dəstək veririk. Və onayımız vardır. Amma Güney Azərbaycan coğrafiyasında sadəcə o hərəkətlərə qəbul edirik və dəstək veririk ki, mənbələri Türk milləti və hədəfləri Türk millətinin xilası, kurtulması, özgürlüğe və bağımsızlığa çıxmasıdır. Çünki biz bunları məşrutədən belə bu yana denəmişik. Səttarxan hərəkatı, Pişvərə hərəkatı, rəhmətli şəriətmədarı hərəkatı, sonra aydınlarımız rəhmətli Zehtabilər, rəhmətli Heyətlər, rəhmətli bunların çalışmaları, Doktor Mahmud Əli Çehriqaninin seçimlərə qatılması, Ruznamə-i İran bəhsi, Fitilə cəryanı, bunların hamısında bizə göstərdilər ki, tabi biz gedib, məsələn, 90 il qabaq Səttarxanı danışmırıq ki, biz 1385-2006-da Ruznamə-i İran cəryanını, 2015-1394-də Fitilə cəryanını danışırıq, diş fırçası cəryanını danışırıq. Hələ bu Fars opozisyonu və rejimi çıxıb hələ deməyib ki, bu iştibah idi. Hələ o gün də belə yayınlamadılar, bu gün də yayınlamırlar. Bu gün də çıxıb danışanmırlar. Amma yadınıza geçsə, o zaman millətin eşiyə çıxması o qədər bahis oldu ki, vəzir gəldi da biz iştibah eləmişik. Hətta 1394-də rəis şəbəkə gəldi da mən Torkay Kolli Cahan məzərini xahim. Dünyanın tüm türklərindən məzət istəyirəm, Qəşqailərdən istəyirəm, Həmədan türklərindən də istəyirəm dedi. Bu bizim gücümüz idi. O Fars rejiminin istəyi deyildi. Fars rejiminin istəyi olsaydı, o bərnamənin yapılmasına müsaade etməzdi. Bu çox sadə bir şeydir, belə düşünək ki, İran televizyonu proqramları heç müməyyizdən geçmədən yayınlanır. Bu çox sadə bir şeydir. Orada belə insanlar alınırlar. Program bir fişar sənci idi. İstəyirlər bizim o durumumuzu yoxlasınlar, görsək hansı durumdayıq. Amma orada gördünüz Türkiyədə, tüm şəhərlərində, Azərbaycandadır, hər yerdə səsləndi bu kərə. İranın sifarətləri etirazlar oldu, protestörlər oldu. Biz Türk milləti olaraq Güney Azərbaycanda haqq üçün ayaqdayıq. Biz Türk millətinin Qarabağ olayını göstərdik. Türk milləti haqq üçün ayaqdadır. Və öz qədərimizi, gələcəyimizi özümüz imzalamaq istəyirik. Haqqı, təyini, sərnişti milli. Bu deyil. Bu ön gətirəstiyəsə gəlin rəy verin. Gəlin nəzər sənciləyin. Yox, bu deyil. Bu, biz öz mediamız olmalıdır. Öz güclü medialarımız olmalıdır. Güclü medialarımız ilə millətimizə danışmalıyıq. 1 il, 2 il danışmalıyıq. Millətimizi oyandırmalıyıq. Millətimiz oyandıqdan sonra millətimizdən nəzər səncilərik. Rəy alarıq ki, ağa sizin nəzəriniz nə mənədir? Siz istəyirsiniz hangi haqlara sahib olasınız? Aya bu haqları istəyirsiniz, istəmirsiniz. Biz, baxın bir dənə sual soruşdur orada ki, opozisyonla biz birləşib rejimi yıxa bilərik ya, yox. Böyle rejim gəlib opozisyon edəcək, ya bir belə verirəm, gəlin oturun, onlar bizi satıp gəlib oturalım ondan yanında. O opozisyon biz görürük ha, böyle Xamenei ilə anlaşa bilər. Hətta anlaşa bilər. Və bu dəfə düşünün, İran-Fars molla rejimi əgər özünü xətərdə görsə, Fars opozisyonla birləşməyə gedəcəkdir. Necə ki, bugün görürsünüz, BBC-də də bəzən İran xətərə düşəndə, İran Süleymanı öləndə, diqqət edəsəz, böyündən müxalif olan kanalların çoxunda müdürlər səbz, yeşil paltarlar giydilər. Niyə? Nə mənə göstərgəsiydi bu? Bunlar hamısı bir olaydı, yani bir mesajdı. Biz bunları bir mesajdı. Ya Hillary Clinton'un e-mailləri yaddan mı çıxdı? Ya bu günlərim Talibanın gedib Qətərdə konsolosda əkiz salması və bugün Tehranın millət vəkili çıxıb desin ki, Taliban quruh-i rişədarı məntəqə. Bunlar istədiyi zamanlar onlarla işbirliyə gedirlər və birləşirlər. Bugünlərimizdə opozisyon içində Qasım Süleymanının 1000 dənə, 100 min dənə tərəfdarı vardı. Amma biz Türklər bilir o bizə nə xəyanətlər eləyibdi. Elə bugünlərimizi Qarabağ olayı belə. Bugün Zəngəzur olayı belə.
ki o zaman öz muavini deyildi də biz qoymadıq. Qasım Süleyman digər Ermənistana belə. Onun üçün mən hiss edirəm bizimlə opozisyonun ittifaq nəzəri yoxdur. Amma kolli dünyada, nə tənha İranda, kolli dünyada əgər bir mədəni hərəkətlər olsa, etirazlar olsa bizim himayət edirik. Məsələn, Abanda gördünüz benzin cəryanında bizim də fəallardan vardı, bəzən gəlirlər himayət edirlər. Amma biz o zaman millətə ayağa qalxıracaq ki, Güney Azərbaycan, Azərbaycan və Türk milləti məsələləri gündəmdə olsun, qonu olsun. Çünki biz tarixdə dediyim kimi çoxlu dərslər pəs vermişik. Hələ Səttarxanın məzarının Təbrizə gəlməsinə müsaade etmirlər. O Səttarxan ki İrana xatir getmiş Tehrana. Demokrasi için getmişdi Tehrana. Düzdür yox. Onun cənazəsini belə qoymadı. Parsa edəsən qoymaz, opozisyon edəsən qoymaz, rejimə edəsən qoymaz. Buyurun. Çoxları da ki o 88-ci olaylarda intiqadlar edirdilər ki, Azərbaycan o qədər ki gərək dəstək vermədi. İndi özləri bu nəticəyə yetişiblər ki, Musavi ilə, Kərrubi ilə, Əhməd-Necadın nə fərqi var idi? Dəqiqən. Çox təşəkkür edirəm. Zamanımızın sonuna gəldik. Əgər eşləyəcək bir son sözünüz vardı, buyurun, eşidirik sizi. Mən çox təşəkkür edirəm siz və proqramın arxasında çalışan dostlardan zaman ayırdığınız için bu qədər gözəl proqramlar farklı yönlərdə, heç təşkilata baxmadan hər bir uzmanları çağırıb, mütəxəssisləri çağırıb, fikirlərini səsləndirmək, hərəkətimiz içində və ya hər bir mədəni insanları. Bu çox gözəl bir hərəkətdir. Əminəm ki, bu cür davranışlarla, bu cür hərəkətlərlə hərəkətimiz üçün, Güney Azərbaycan türkləri üçün çox böyük başarılar əldə edəcəyik və bunu unutmayın. Biz Güney Azərbaycan türkləri gərəkən məqsədə, gərəkən sonuca varacağıq, yetişəcəyik. Biraz zaman və oyanışa hız vermək, sürət vermək lazım. Və xahiş edirəm, sözümün sonunda təkrar bilimsel, akademik, siyasət, mühitezist, hüquq-i bəşər, hüquq uzmanlarımızdan ki, bilimsel təcrübələri var, akademik çalışmaları var. Gedib dünyada, Türkiyəmizdən başlasılar. Türkiyəmizdə və dünyanın hər bir köşəsində seminarlar, konferanslar, cələsələr, hər otaqlar, fikir odaları, devlət qurumları, hər yer var, qatılsınlar, səsimiz olsunlar. Bizi Fars opozisyonu və Mallar rejimi səsimizi boğmağa çalışır. Siz oralara gedib və biz türklərin səsi olmalısınız. Birlikdə qabağa gedəcəyik, birlikdə qazanacağıq və nə mutlu Türk'üm diyene. Çok sağ olun. Evet, çok sağ olun Doktor Makoiz. Teşekkür ederim vaxt ayırıb bizi faydalandırdığınız için. Və əziz və hörmətli izləyicilərimiz, biz bu proqramda çalışdıq ki, Güney Azərbaycanın gündəm məsələlərin, o cümlədən iqtisadi, mühitizistliyi və İran rejiminin və onun Fars opozisyonunun diş və iç politikalarının etkisini Güney Azərbaycana dəyərləndirək. Siz əziz və hörmətli izləyicilərdən vaxt qoyub bizi izlədiyiniz üçün çox təşəkkür edirəm və minnətdaram. Gələcək proqrama qədər səlamət qalın, sağ yaşayın.